Fəzail Ağamalı məhkəmədə, Günay Ağamalı sədr kreslosunda. Şok qurultay baş tutdu. Anavətən Partiyasında son aylarda yaranan qalmaqal bugün bir qədər də güclənib. Buna səbəb də partiyanın növbəti qurultayının keçirilməsi olub. Gözaltı musavat.com-a istinadən xəbər verir ki, artıq Anavətən Partiyasının sədri məlumdur. Bu, partiyanın son rəhbəri Fəzail Ağamalının qızı, Milli Məclisin deputatı Günay Ağamalıdır. Qeyd edək ki, ötən il oktyabrın 25-də Anavətən Partiyası növbəti qurultayını keçirmişdi. Partiyanın sədr müavini Elçin Ağamalı ilə atası Fəzail Ağamalı arasında gərgin mübahisə yaşandığından Fəzail Ağamalı istefa vermədiyini bəyan edərək qurultayın təxirə salındığını bildirmişdi. Bugünkü qurultaydan öncə isə partiyanın bir sıra üzvləri Fəzail Ağamalını məhkəməyə veriblər. Elçin Ağamalı atasını məhkəməyə verənləri sona qədər müdafiə edəcəyini bəyan edib. Gündəlik hadisələrdən xəbərdar olmaq üçün bizi izləyin. Söz altında yox, göz altıda qalın.